Hamıya salam uşaqlar. Bu gün stop losslarımı sizinlə bir yerdə analiz edəcəyik. Amma bu stop lossların fərqi odur ki, mənim öz strategiyama yeni bir şey daxil etmədən əvvəl olan stop losslarımdır. Mən bu stop losslara edəndə, yəni noyabr ayında fokusum o qədər yaxşı deyildi bazara. Çünki mən noyabr ayının təxmini başlamışdım YouTube-dan Instagrama videolar çəkməyə, TikToka video çəkməyə və çox da ciddiyə almırdım tradingi. Ancaq çalışırdım postlar çəkim, ancaq belə şeylər. Daha sonra nə etdim? Yenidən öz fokusumu qaytardım, öz psixologiyamı daha yaxşı elədim və bu səhvlərə yol verməməyə çalışdım. Onsuz da indi görəsiniz, bu səhvlər mənim heç vaxt etməməli olacağım səhvlərdir, amma bu səhvləri etməsəydim də indiki halım olmayacaqdı. Keçək videoya uşaqlar. Deməli, bu mənim FX jurnalım idi. Burada sadəcə mən stop losslar yazmışdım birinci. Take profitlər də yazdım, amma bu take profitlər demək olar başqa jurnalda var əslində. Mənim burada jurnalım var Forex 2026. Əslində yəni bunların içindədir. Sadəcə olaraq burada ancaq stop lossları yazırdım. Keçək uşaqlar birinci deməli GB Poist'də bir stopumuz var. Görürük burada. Əgər istəyirsinizsə ki, jurnal necə tutulur və s. bunu da ayrıca bir video çəkmişəm. Kanalda gəlib baxa bilərsiniz. Bu qrafikində sizə linkini atmışam o videoda. Nəysə uşaqlar deməli GBP Londonda işlem atmışıq 0.5 zərər. Short atmışıq, stop olmuşuq. Niyə? Deməli gedək birinci baxaq görək niyə. Burada high time frame-də nə göstərir avtomatik. Mən birinci short atmışam burada deyim. Deməli uşaqlar. Tez qrafikimizə baxanda burada nə görürük? Qiymət aşağı düşür gördüyünüz kimi. Və burada likləri alır, qalxır, yeni likləri alır, qalxır və harda bizim high time frame-imizə gələnə qədər. Bizim high time frame-imizə gəldikdən sonra burada uşaqlar. Biz görürük ki, burada nə olub? Artıq burada bizim sol tərəfdə, indi mən bunu çəkməmişəm də. Mən bizim sol tərəfdə burada high time-də bir take profit yerimiz var. Qiymət oranı aldıqdan sonra mən məntiqi olaraq gözləməliyəm ki, burada qiymət yeni flow çizsin. Məsəl üçün qiymət məsəl üçün tutaq ki, buranı alıbsa, qiymət məsəl üçün qalxsın, buranı alsın, təzədən qalxsın, belə hərəkətdə eləsin. Mən də işləmə girməyə çalışım. Yəni pullback işləmləri axtarmalıyam. Amma mən nə etmişəm burada? Qiymət onsuz da high time frame-də hədəfinə gəlib çatandan sonra burada. Daha sonra onsuz da burada fraktalı alıb mən durub yenə buna short atmışam. Və düşünməmişəm ki, qiymət ons da düşüb, yəni high time frame-də hədəfinə gəlib. Mən burada işlem atmamalıydım, nə etməliydim? Bilirsiniz ki, birinci dalğa sayılır. Mən həmişə demişəm ki, birinci dalğadan girmək olmaz. Yəni məsəl üçün qiymət buran gəldi aldısa, azdan gözləməliyəm özünə flow çəksin. Ondan sonra yenə flow çəksin. Artıq məsəl üçün ikincidən girmək olar. Bura birinci yer sayılır, dediyim kimi. Burada ikinci konfirm sayılır. Burada birinci konfirmdir. Yəni 0 info da demək olar, amma 2-dən artıq işləmə girmək olar. Mən nə etmişəm burada? Hələ qiyməti tam gözləməmiş girmişəm birincidən işləmə. Əslində mən burada girməməliydim. Burada necə olardı? Mən girsəm daha yaxşı olardı. Uşaqlar, qiymət gözləyərdim. Buranı alardı. Buradakı fraktal var, burada FVC də var. Görürsüz 1 saatlıq qrafikdir bizdə. 1 saatlıq FVC-ni burada təpləyəndən sonra gözləməliydim qiymət qalxsın. Buradakı fraktallardan sonra məsəl üçün gəlib işləmi tuta bilərdim. Məsəl üçün bura qədər və yaxud nə bilim burada qalmış buralara qədər tuta bilərdim. Bu daha məntiqli idi. Bu da mənim olur stop olsun. Bu mənim üçün, yəni mənim özümə çox utanc verici stopdur. Yəni mən bu stop olandan sonra mən həmişə çalışıram hər həftənin sonunda işləmlərə baxım və take profit olduğum və stop loss olduğum işləmlərə baxım. Bu mənim həyatımda elədiyim bəlkə də ən böyük, ən iyrənc stop losslardan biridir. Keçək növbətiyə uşaqlar. Bu bizə lazım deyil. Keçək ikinciyə. Bu arada uşaqlar mən high time frame ilə bir yerdə məsəl üçün görürsüz ki, burada low time şəkillərini qoymuşam. Məsələn, bayaq 1 saat qrafikdə, indi 30 dəqiqəlik qrafik, sonra 15 dəqiqəlik qrafik olmalıdır. Bəli, sonra 5 dəqiqəlik qrafik də var. Nəsə, keçək növbəti stopumuza. Noyabrın 7-si eləmişik bunu qızılda. London, New York arasında sessiyada yenə 0.5 arar zərər. Long atmışıq, stop olub. Yazmışam ki, səhvim oldu ki, London Asiya high altındakı FVC qoz qoymayıb, aşağıda düşdü. Mən də bu verdim və stop loss yenə də yaxşı deyildi. Baxaq görək niyə stop loss olmuşuq burada. İndi mən baxaq. Tak. Əslində burada uşaqlar, biz high time frame-də görürük ki, mən tez bunu düzəldim. High time frame-də yəni bu 1 saat qrafikdir. Yəni işləmimiz, yəni istiqamətimiz long gedir. Amma biz dediyim kimi bizə qlobal narrativlə yanaşı, lokal narrativ də bir o qədər önəmlidir. Və əgər qiymətin istiqaməti məsəl üçün high time frame-də yuxarı doğru gedirsə, amma lokal zaman dilimində aşağı doğru gedirsə, biz aşağı doğru gedən yerdən işlem almağımız olmaz.
Nə etməliyik? Ən azından biz gözləməliyik ki, qiymətimiz lokal narrativdə də lonqa getsin ondan sonra. Burada görürük uşaqlar bir saatlıqda bir FVG-miz var idi. Nəysə buradan tam bir şey görünmür. Keçək bir dənə alt zaman diliminə. Davay. Bəli, bura alt zaman dilimi əla. Burada da yaxşı görsənir. Tak deməli uşaqlar. Baxaq. Tak. Burada nəyimiz var bizim? Burada bir FVG-miz var. Mən burada niyə işləmə girmişəm ümumiyyətlə? Bax uşaqlar, burada işləmə girməyə görün nə qədər səhvdir. Görün nə qədər səhvdir. Məsəl üçün bu qızıldır. Bu qızılın qrafikidir. Bu qızılın qrafikidir və burada bizim high time frame-də bir hədəfimiz var. Amma burada nə baş verir? Asiya açılıb, Asiya yüksəlişini davam etdirib, narrativə uyğun olaraq mən Asiyanın bitimində gözləyirdim ki, ən azı Londonda belə bir şey hərəkət eləyə və direkt gəlib take profit olarıq, amma olmadıq. Niyə? Qiymət Frankfurt açıldı, sonra London açıldı, uşaqlar gəldi London, Asiyanın hayını aldı, əla. Daha sonra London açı hər dəfə burada high verib, sonra bir dənə higher low verib, sonra bir dənə də belə. Yəni qiymət yeni low yarada bilmir. Qiymət yəni gücsüzdür. Qiymət gücsüzdür. Mən də nə etmişəm? Buradan long atmışam. Özü də qiymət 1 saatlıq VC-nin altında qapanış eləyib burada. Mən durub short atmışam. Long atmışam buradan. Görün nə qədər böyük səhvdir. Mən burada nə etməli idim uşaqlar? Tutaq ki, qiymətimiz belə, yəni bu qrafik üstündən verəcəm. Qiymət əgər belə bir şey eləsəydi, belə bir şey. Burada atıram Asiyadan qalmış bir hayva buranı olsaydı, özün üçün burada float çəksəydi, buradan işləmə girmək olardı yəni. Amma da durub qiymət həm 1 saatlıq FVC-nin altında qapanış eləyib, həm London yeni low yaradan bir London istiqaməti ancaq aşağıdır. Yəni mən durub belə bir situasiyada long atmışam. Düşən qiymətə yəni long atmışam ki, yəni mən yaxşı olanam, mən long girmişəmsə, sən də long gedəsən. Belə bir şey yoxdur uşaqlar. Gördüyünüz kimi bu ən böyük səhvlərindən biridir. Dediyim kimi qiymət nə etməyə olardı burada? Necə long girməyə olardı? Bir saatlıq FVC-ni ən azından burada işarətləyirik. Məsəl üçün heç olmasa məsəl üçün London özü burada fraktallarından sonra biraz qalxma şey versəydi, yəni qalxma əylemi göstərsəydi, ən azından girmək olardı. Hardan və belə bir şey girmək olardı dediyim kimi. Qiymət məsəl üçün belə şey eləsəydi, burada low buraxsaydı girmək olardı belə. Okay. Amma da durub belə bir situasiyada, yəni qiymət bu boyda aşağı düşür. Mən durum buradan long girim olmaz. Dediyim kimi bizim çalışmalıyıq ki, işləmlərimizdə qlobal narrativlə long narrativ üst-üstə düşsün. Yoxsa belə bir mənasız stoplara stop olasınız yəni. Keçək növbəti qrafikə uşaqlar, növbəti stopa. Mən jurnal tuturam və stoplarımı həmişə çalışıram ki, özümə başa salım ki, necə stop oldum və yəni dəfə bu stopları olmayım ki, növbəti işləmimiz Nasdaqdadır. Mən Nasdaqda işləm açmırdım. Prosto burada niyə açdım onu da bilmirəm, özüm heç nəysə. Nasdaqda açmışam, New Yorkda açmışam, 0.5 arar zərər long atmışam və stop olub. Baxaq nə yazmışam ki, ilk konfirmlə girdim. Yenə mən böyük səhvlərdən biridir. İlk konfirmlə girmək işləmə olmaz. Uşaqlar, uy bilə, görün nə qədər mən səhv eləmişəm də, görün mən nə qədər səhv eləmişəm. Baxaq uşaqlar tez qrafikə. Deməli, belə bir şey var. Qrafikimiz Nasdaq qrafikidir, deməli. Qiymət konkret olaraq aşağı gedir. Yəni bu 1 saatlıqda aşağı gedir, 5 dəqiqəlikdə belə aşağı gedir qiymət, yəni gördüyünüz kimi belə gedir. Mən durub buradan long girmişəm yəni. Birincisi o səhvdir. İkincisi yəni qiymət hər dəfə yeni low yaradır. Məsəl üçün Asiyanın high var, daha sonra London high, daha sonra New York'un high. Ancaq yəni yeni gələn session özündən əvvəlki sessiondan daha aşağıda, necə deyim, qapadır. Bu çox böyük səhvdir. Yəni çox böyük səhv deyəndə ki, bu yəni belə bir situasiyada long girmək olmaz. Burada necə long girmək olardı? Long girmək olmazdı burada ümumiyyətlə. Mən nə gözləyərdim? Gözləyərdim ki, burada bir saniyə, yaxşı düzəltmədim. Burada gözləyərdim ki, ən azından London high alınandan sonra, məsəl üçün buraları hədəfləmək olardı. Ən azından və yaxud buraları hədəfləmək olardı ki, məsələn belə bir şey eləmək olardı. Hə. Yəni buradan durub uşaqlar long işləm atmaq, yəni biabırçılıq bir şeydir. Yəni mən burada stopumu qoydum. Mənim stopumu qoyduğum yer əslində cəmaətin take profit. Yəni görün nə qədər mən səhv eləmişəm burada. Nəysə yaxşı ki, indi belə səhvlərə yol vermirəm. Yəni hər gün, hər işləmdə, hər saniyə özümü daha da yaxşılaşdırıram. Onsuz da işləmlərimi görürsüz qrupda, çalışıram, bacarım qədər işləmləri paylaşım. Yəni inşallah belə. Burada biz necə olub? Qiymət məsələn aşağıda high time frame-də bir hədəf var. Qiymət məsələn aşağıda gələ-gələ düşür, alır. Qiymət gələ-gələ düşür, alır. Mən də gəlmişəm. Normalda nə etməlisən? Eşək boyda bir hədəfimiz var burada bizim.
Mən durub burada long atmışam ki, deməyəcəm ki, bu long gələcəkdi. Bədbəxt elə bir şey yoxdur da, yəni. Mən burada nə etməli idim? Burada məsəl üçün Asiyanın high zadı varsa, gözləməliyim Asiya high alsın və yaxud mənim üçün burada Asiya öz high'ını alıb burada. Buradakı kimi. Ondan sonra burada işlem atmalıydım. Amma durub burada long atmağım mənim burada biabırçılıq idi. Nəysə, bunu da belə yola verək. Keçək növbəti stopa. Növbəti stopumuz qızılda olub. Londonda 0.5 arar zərər sell stop. Baxaq görək burada nə var. Görür ki, qiymət həqiqətən də burada aşağı eləmişəm. Yəni high time frame-də də, low time frame-də də qiymət aşağı düşür. Və mən düşünmüşəm ki, qiymət gələcəyi buradakı hədəfi alacaq. Çünki istiqamətimiz aşağıdır. Və hər dəfə yeni sessiyalar özündən əvvəlki sessiyalarda bayaq dediyim kimi low verir. Yəni yeni high yaratmır. Mən burada səhvim oldu ki, mən burada neçə bu 30 dəqiqəlik qrafikdir. Bir dənə mən bunu baxım görüm, low time yoxdur məndə. Low time burdadır, səhv eləmirəmsə. Yox, low. Ha, bu saniyə. Bəli, low time-da budur. Bir dənə tez mən bunu belə bir şey eləyim. Mən burada nə eləmişəm? Burada FVG var idi, səhv eləmirəmsə 30 dəqiqəlik 1 saatlıq. Mən burada FVG-lərə çox diqqət eləyirdim. Amma mən burada FVG-lərə diqqət eləməmişdən əvvəl nə etməli idim? Yəni ümumiyyətlə qrafik mənə deyir, ona baxmalıydım. Çünki mən həmin gün çox high time frame baxmışam, çox global baxmışdım işləmlərə. Sonra bu analizdən sonra amma yadıma düşmədi əslində. Yəni bildiyim təkrardan yadıma düşdü ki, çalış hər dəfə qlobala çox bağlanma. Çünki bizim hal-hazırda qiymət lap 30 saniyəlik qrafikdə belə bizə lokal narrativdə lokal infolar verir. Yəni yeni, doğru, aktiv təzə infolar verir. Biz ona baxmalıyıq. Buradan direkt dəli kimi işləmə girməkdənsə gözləməli idim. Məsəl üçün ən azından mən nə demişəm sizə? Qiymət aşağı düşürsə, birinci fraktalını alır. Təzədən tutaq aşağıda bizim high time frame-imiz varsa, fraktalımız varsa, buranın dalından sonra, yəni ikinci konfirmlə. Burada nə baş verir? Burada düməndən bir dənə legal olduqdan sonra qiymət düşüb. Mən gözləməli idim buradan qiymət qalxsın, buranı da alsın. Daha sonra bir hərəkət edəndən sonra New Yorkun axırlarına yox, London axırlarına yaxın işləmə girməli idim. Buraları hədəfləməli idim. Yəni birinci konfirmdən yox, ikincidən işləmə girməli idim. Onda mən take profit olacaqdım. Amma mən burada durub birincidən işləmə girdim. Promoyu buradan chance da düşəcək. Amma düşmədi, yəni qalxdı. Belə şala, yəni çalışın mənim kimi, mənim burada elədiyim səhvləri eləməyin. Birinci konfirmdən yox, çalışın ikinci konfirmdən girməyə çalışın. Dediyim kimi mənim stop losslarımın böyük bir qismi birinci konfirmdə girdiyim üçündür. İkinci konfirmdə gözləyib girsəydim stop loss olmayacaqdım. İnanmıram ki, kimsə mənim kimi açıb belə stop losslarını göstərər və ona bir dost gözündən sizə tövsiyə eləyib bunu eləmə deməyə çalışar. Bacardığım qədər sizə işləmlərimi dedim, göstərdim və inanıram ki, yaxşı bir xeyirli, maraqlı video olub. Video abunə idi ola. Video bəyənib kanala abunə olmağı unutmayın. Öpürəm hamınızı, hələlik.